eylemişəm, yar məndən kənar gəzər. Mən yaran eyləmişəm, yar məndən kənar gəzər. Dilbərim, dilbərim, gəl gəl ahu balası, uca dağlar alası. Dilbərim, dilbərim, gəl gəl ahu balası, uca dağlar alası, uca dağlar alası. Bağa girmərəm sənsiz, gülü dərmərəm sənsiz. Bağa girmərəm sənsiz, gülü dərmərəm sənsiz. Bağda quzu mələsə, bil ki o mənəm sənsiz. Bağda quzu mələsə, bil ki o mənəm sənsiz. Dilbərim, dilbərim, gəl gəl ahu balası, uca dağlar alası. Dilbərim, dilbərim, gəl gəl ahu balası, uca dağlar alası, uca dağlar alası. Gel gel deyay, hicrində kaman təkmələdim mən. Gel gel deyay, hicrində kaman təkmələdim mən. Bir ömrü sənin eşqinə qurban elədim mən. Asudət verdəyəm, nə qəmim vardı, nə dərdim.
Halin İbrahimova xalq mahnısı Dilbərimi səsləndirdi. Söz bizim dəyərli sənətkarlarımızındır. Çox istərdik ki, Səkinə xanımın fikrini öyrənək. Səkinə xanım, buyurun. Mənim xoşuma gəldi. Aylin çox yumuşaq oxudu. Yəni, bu mahnı belə oxunmalıdır. Yəni, mahnının, hər metamahnının öz xarakteri var. Sən onu verə bildin bugün. Sadəcə istəyərdim ki, muğamda da yaxşı başladın, xırdalıqlar eləyirdin. O xırdalıqlarda da bir yumuşaqlıq elə. Necə ki, mahnını belə həzin oxudun, qəşəng oxudun. Muğamda da oxuyurdun, amma xırdalıqları eləyəndə biraz o xırdalıqlara əl gəzdir. Tumar çək. Mən bunu deyirəm. 9 bal. Təşəkkür edirik Səkinə xanım. Mələk xanım Əyyubova. Buyurun, buyurun. Aylin, Səkinə xanım, qulaq as mənə, zəhmət olmasın. Aylin, Səkinə xanım çox düz söylədi. Çox qəşəng, yumuşaq səsin var. Amma bugün o həyəcan sənə tam imkan vermirdi ki, rahat, sərbəst oxuyasın. Biraz həyəcandan azad olmalısan. Bu da təbiidir. Yəni, həftələr keçdikcə onlar da hamısı öz yerində olacaq. Ritmə fikir ver, mahnıya girişdə ritmə fikir ver. Bir də yersiz xırdalıqlar eləmə. O yersiz artıq xırdalıqlar lazım deyil. Hamısı öz qaydasında olsun. Yaxşı. Təşəkkür edirik Mələk xanım. Əyyubova da 9 balla qiymətləndirdi. Nəzakət xanım. Mən onu qeyd edeyim ki, Aylinin çox gözəl səs registri var. Həm bəmdə yaxşı səs ifası var, həm orta səsi var, həm də zil səsi. Mən elə bildim, Alim, bu günlərlə bugün öz səsinin imkanlarını görsədə bilmədin sən. Niyə ona görə ki, repertuar seçimin biraz ola bilsin ki, nəsə yaxşı seçə bilməmsən, sənin gözəl səsin var. Ona görə də gələcəkdə repertuar seçimini çox yaxşı bir ifalarla seç ki, sənin səs rənglərin görsənsin. Yaxşı, o bəzi xırdalıqlar var, yumuşaq, biraz incə elə ki, heç kimin ruhu incinməsin də. Yaxşı qızım, təbrik edirəm, təbii ki, 9 verəcəm. 9 balla qiymətləndirdi Nəzakət xanım. Təşəkkür edirik. Sərdar müəllim. 9 bal. Vamiq müəllim. Aylin, təbrik edirəm. Mənim xoşuma gələn nə oldu ki, sən bu mahnını yaşadın bu mahnı ilə. Ürəyinə oxudun, mən hiss edirdim. Mənim bir sözüm var, bir var rəssam, bir var şəkil çəkən. Sən burada rəssamlıq elədin, yəni yarattın. Mənim xoşuma gəldi. Səsin də gözəl səsdir. Məsələn, müəyyən iradlar var, sözsüz ki, gələcək müsabiqələrdə onları düzəldəcəksən. Ona da mən də müəyyən öz rəssamlığıma görə sənə 9 qiymət verirəm. Təşəkkür edirik Vamiq müəllim. Məsum müəllim. 9 balla qiymətləndirir və son olaraq İlqar müəllim. Bir məqama da toxunmaq istəyərdim burada. Bu, bəzən bizdə belə bir ifadə olur, irad tuturlar ki, müəyyən mahnılar var ki, o tutalım bunu xanım oxumalıdır, ya bəy oxumalıdır. Burada bir incə detal var. Bəzən doğrudan da mahnının məzmunu elə olur ki, bu sırf baxırsan ki, bu qadın dilindən sanki səslənir və yaxud bu kişi dilindən. Amma bizdə bayaq Dilbərim oxudu da. Onu da qeyd edeyim ki, bu ikinci Dilbərimdir bugün dinlədiyimiz. Birinci Dilbər də Ay Dilbər mahnısı idi. Səma xanım ifa elədi. Səhv eləmirəmsə Xan Şuşinskinin bəstəsidir o mahnıda. Və burada Dilbər artıq sırf qadına müraciət kimi qəbul olunmur. Dilbər ürək aparan deməkdir. Yəni bu hər iki cinsə də aid ola bilər. Ümumiyyətlə o dil ifadəsi ilə bağlı bütün müraciət formaları bu ümumiləşdirilmişdir. Ürəyimi aparan. Ürəyimi kim aparıb, necə aparıb, bu artıq başqa məsələdir. Amma yəni bunu xanıma və yaxud bəyə bağlamaq biraz düzgün deyil və o baxımdan da seçim olaraq da belə mahnıları rahat halda həm ifaçı oğlanlar, ifaçı qızlar seçə bilər. Yəni belə məsələlərdə bir qüsuru yoxdur. Çünki bilirəm son vaxtlar bu ilə bağlı bəzən belə yarı zarafat, yarı gerçək müəyyən iradlar olur. Amma yenə deyirəm, başqa mahnılarda bəzən yeri var o iradların, amma sırf Dilbər müraciəti üzərində qurulan mahnılarda buna qəti yeri yoxdur. Çünki kiçikdir də, eybi yox.
Mən o məsələlərdə biraz icazə vermişəm, çünki 2 beyt ifa olunanda artıq yer çatmır son o məktəb beytini deməyə. Amma növbəti həftələrdə artıq mütləq tələb olunacaq ki, 3-4 beyt oxunursa, mütləq son beytdə şairin adı çəkilən beyti deyəsiz. Bugünlük isə mən də sənə 9 balla qiymətləndirdi. Çox təşəkkür edirik. Halil, ümumi balı ekranlarda görə eşidək, daha sonra artıq biz səndən 63 balla qiymətləndirirsiniz. Təşəkkür edirik və təbrik edirik. Sizə uğurlar arzulayırıq.